Bəzi adamlara moizə bir üstüyə təsir eləmir, özü ilə məşğul olmur ona görə. Amma özü ilə məşğul olan adam bir dənə moizə eşidir, deyir, hə, bax bu mənə qaranlıq idi, tapdım. Moizədə tapdım cavabını. Məsələni həll elədim. Özünü hesaba çəkən insana qulaq asın nə deyirəm, eybini desən, etiraz eləməz heç vaxt. Adamlar çoxdur, belə ağır vaxtlar yaşımız keçir, özümüzə də baxırıq, ətrafa da. Adamlara eyb demək mümkün deyilmiş. Bir dənə səhvini deyirsən, üzü turşuyur. Üzünün ifadəsi dəyişir. Ya dildə deyirsənə ki, mən belə deyil, elə deyil, dərhal mübahisəyə başlayır. Dildə deməsə də üzündən görünür ki, istəmir. Bir səbəb nədir? Səbəb budur ki, öz eybini axtarmır. Bir adam ki, öz eybini axtardı, ona gəlib başqası eyb deyəndə deyir, əla, işimi asanlaşdırdın. Mən bunu nə vaxt da tapacaqdım. Bir adam ki, bir işlə məşğuldur, bir başqası da gəlib ona həmin sözü deyəndə deyir, hə, mən elə bunu axtarırdım, eyblərimlə məşğul idim, sən mənə hədiyyə verdin, nə yaxşı gəldin mənə dedin ki, bunu həçana mən üzə çıxardardım, həçana bu eybi tapardım. O gün sevinir, quş kimi uçmağa, pərvaz eləməyə, qanad axtarır. Niyə sevinirsən? Bugün dostum mənə eybimi deyib. Bir adam ki, səhərdən axşamacan eybini axtarır, yəni bu işlə məşğuldur, bir başqası gəlib ona deyəndə, deməli işində ona kömək eləyib də, həmin işdə ona yardım eləyib. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, dostlarımın içində ən çox sevdiyim eybimi mənə hədiyyə eləyəndir. Amma yox, özü ilə məşğul olmayana eyb denən başlayacaq özünü müdafiə eləməyə. Amma bu ki, səhərdən axşamacan fikri budur, mənim eyiblərim nədir? Buradan bir yandan biri çıxır, elə bilirsən bir işlə məşğulsan, bir məsələlər eləyirsən. Biri gəlir sənə deyir ki, filan şeydə bir nəzərindən keçir, necə sevinərsən? Deyərsən, Allah köməyin olsun, nə yaxşı bunu beynimə saldın. Bəzi adamlar belə düşünür, belə yanaşır. Amma yox, özü ilə məşğul olmayan adama nə qədər danışırsan, danış, deyir, elə mən əla adamam, şükür Allaha. Danışdığını yanındakilarına aid eləyir, danışılanı, moizəni. Onu demişdim, sizə deyir, gördüm məclisdə riyakar var, tanıyırdım riyakardır, hər işini dilə gətirir, danışır. Mən də deyim, mövzumu saxladım, elə hey riyadan danışdım. 1 saat ixlas riyadan danışdım. Buna görə mövzum zadım qarışdı, bütün buna görə danışdım. Deyir, söhbəti qutardım, gəldi, dedi ki, nə döşədim bunlara, cəmaat. Bir dənə sözümü sən demə özünə qəbul eləmirmiş bu. Mən özümü öldürürəm səhərdən ki, buna çatdırım eybini. Bu ki, doğrudan da var, valla belə adam. Hərdən baxırsan, deyirsən, nəcə bu görmür özündə bunu. Axı, hamı görür. Görmür axı, çünki məşğul deyil axı görsün. Özü ilə məşğul deyil, baxırsan, mat-məəttəl qalırsan ki, ay bala, hamı bunu görür. Bu bir dəfə özü özündə bu eybi görmür. Görmür çünki axtarmır.